Salam, hər vaxtınız xeyir, hörmətli televiziya tamaşaçıları. Əsas məqsədi vətəndaşları maarifləndirmək olan qanunçuluq proqramının növbəti sayında hər birinizi xoş gördük. Biz verilişimizin bugünkü mövzusunu şəhərsalma və memarlıq ili çərçivəsində tarix və mədəniyyət abidələrinin qorunması öhdəliyi barədə çalışacaq ki, sizləri məlumatlandıraq. Mən mövzu ilə bağlı studiyamıza dəvət olunmuş qonaqları təqdim etmək istərdim. Bugünkü qonaqlarımız isə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşı Jalə İbrahimova və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşı Qumral Əsədovadır. Hər birinizi studiyamızda salamlayıram. Jalə xanım, məlumdur ki, ölkə başçısının müvafiq sərəncamı ilə bu il ölkəmizdə şəhərsalma və memarlıq ili elan olunmuşdur. Bu il çərçivəsində həm şəhərsalma və memarlıq sahəsində müəyyən tədbirlər həyata keçirilmiş, həmçinin də bizim bugünkü verilişimizdə səsləndirdiyimiz əsas fikirlərdən biri olan tarix və mədəniyyət abidələrinin, o cümlədən memarlıq abidələrinin qorunması əsas məqsəd kimi qarşıya qoyulmuşdur. Və biz çalışaq ki, bugünkü verilişimizdə tarix və mədəniyyət abidələri, onların qorunması ilə bağlı öhdəliklərimiz, vəzifələrimiz barədə tamaşaçılarımızı maarifləndirək ki, hər bir şəxs mənsub olduğu xalqın tarixi abidələrinə, mədəniyyət abidələrinə sahib çıxsın. Gəlin, məhz ilk Milli Konstitusiyamızda təsbit olunmuş hər birimizin mədəniyyət hüququ, o cümlədən tarix və mədəniyyət abidələrimizi qorumaq öhdəliyi ilə söhbətimizə başlayaq. Buyurun. Fəqməm, qeyd etmək lazımdır ki, hər bir xalqın, demək olar ki, tarixi və keçmişi olan, xüsusilə də Azərbaycan Respublikası kimi tarixi qədim olan, keçmiş olan bir xalqın tarix abidələri, mədəniyyəti, eyni zamanda keçmişdən gəlmə əlyazmalar, bir çox, belə deyək, tarixi əsərləri çoxdur. Biz ümumi bir məhfum olaraq bunu mədəni irs olaraq da adlandıra bilərik. Qeyd etmək lazımdır ki, bu mədəni irs dediyimiz o tarixdən bizə qalan o abidələr və ya əlyazmalar, ümumi mənada mədəni irs tək Azərbaycan xalqının deyil, bu ümumdünya mədəni irsinin tərkib hissəsidir. Yəni, bu irsin qorunması həm Azərbaycan Respublikasının daxili qanunvericiliyi ilə tənzimlənir, eyni zamanda beynəlxalq paktlarla, müqavilələrlə tənzimlənən bir məsələdir. Qeyd etmək lazımdır ki, 1939-45-ci illəri əhatə edən İkinci Dünya müharibəsindən sonra artıq dünya dövlətlərində oyanış baş verdi. Ən mühüm oyanışlardan biri də məhz o müharibə dövründə tarixi abidələrə ziyan vurulması ilə əlaqədar oldu ki, artıq demək olar ki, dünya irsinin bir çox hissəsi məhz həmin müharibədə ləğv olundu, dağıdıldı. Bununla da 1948-ci il 10 dekabr tarixdə BMT-nin Baş Assambleyası tərəfindən Ümumdünya İnsan Hüquqları bəyannaməsi qəbul olundu. Həmin bəyannamənin 27-ci maddəsinə biz nəzər yetirdikdə görə bilirik ki, orada mədəni irsin qorunması ilə bağlı eyni zamanda mədəni irsə daxil olan muzeylərdir, kitabxanalardır, müəyyən heykəllərdir, belə deyək, tarixi abidələrin hamısı konkret olaraq vətəndaşlara bəxş olunduğu bildirildi. Yəni, bu deməkdir ki, bu irsdən bütün dünya dövlətlərinin hər bir vətəndaşı, hər bir insan, hər bir şəxs ümumi qaydada istifadə edə bilər. Yəni, bu bəşəriyyətin ümumi bir mirasıdır. Buradan artıq konkret bu ölkənin əmlakıdırsa, ancaq onu, bəli, müəyyən maddi qazanclar həmin ölkələr əldə edə bilər. Amma bu bəşəriyyətin ümumi irsidir, ümumi mirasıdır. Və bu da 27-ci maddədə konkret olaraq göstərildi ki, həmin o mədəni abidələr bütün dünya dövlətlərində bütün xalqlara aiddir. Eyni zamanda biz maddənin ikinci hissəsinə nəzər yetirdikdə görə bilirik ki, eyni zamanda mənəvi hüquqların qorunması ilə bağlı belə deyək, bir hissə əlavə olunmuşdur. Beləcə, insanların bəzən elmi, yaradıcılıq fəaliyyətində ola bilər ki, bir kitab yazar, bir tarixi əsər yazar, ola bilər ki, bir musiqi bəstələyər. Bunların hamısına patent hüququ, yəni onların istifadə hüquqları ilə bağlı. Yəni, belə deyək, hər bir vətəndaş öz yaradıcılıq fəaliyyətindən həm maddi qazanc əldə edə bilər, həm mənəvi qazanc əldə edə bilər. Bu artıq konkret olaraq həm ölkənin daxili qanunvericiliyi ilə, həm də beynəlxalq qanunvericiliyə tanınmış olan bir hüquq kimi
məhz o Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 27-ci maddəsinin 2-ci hissəsində qeyd olunmuşdur. Qeyd etməliyik ki, Azərbaycan Respublikası Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə qoşulmuşdur, həmin bəyannaməni qəbul etmişdir, ratifikasiya olunmuşdur və bunun əsasında isə Azərbaycan Respublikası Konstitusiyasının 44-cü maddəsi, yəni mədəniyyət hüququ adında bir maddə əlavə olunmuşdur Konstitusiyamıza. Bu da öz növbəsində hər bir vətəndaşın mədəni irsdə, mədəni həyatda iştirakını xüsusilə şərait yaradılmasının, onun bu iştirakı hər bir vətəndaş üçün bərabər səviyyədə təşkil olunmasını konkret olaraq maddə ilə dispozisiyada göstərir. Eyni zamanda həmin maddəyə nəzər yetirdikdə orada görə bilirik ki, mədəni irsin qorunması artıq dövlətin, eyni zamanda vətəndaşların üzərinə konkret bir vəzifə kimi qoyulmuşdur. Bəli, Konstitusiyamızda həm mədəniyyət hüququmuz, həm də tarix və mədəniyyət abidələri qorumaq vəzifəsi geniş təsbit olunmuşdur. Çünki xalqı, milləti yaşadan onun məhz mədəniyyətidir və hər birimizdə çalışmalıyıq ki, mədəni irsin qorunmasında, təbliğində bir vətəndaş kimi üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirək. Qumru xanım, istədim ki, söhbətimizi sizinlə davam etdirək. Məlumdur ki, ölkəmizdə mədəniyyət haqqında qanun qəbul olunmuşdur. Mədəniyyət haqqında qanunda bu sahədəki dövlət siyasəti, bu sahədəki insan və vətəndaş hüquq və azadlıqları ilə bağlı müddəalar üzəşini tapmışdır. Gəlin, məhz mədəniyyət sahəsində mövcud olan insan və vətəndaş hüquq və azadlıqları ilə söhbətimizi davam etdirək. Xoş gördük, Faiq müəllim. Jalə xanımın da qeyd etdiyi kimi, mədəniyyət yalnız Azərbaycanda deyil, dünyanın istənilən ölkəsində həm hüquqlar, müəyyən qanunvericiliklə tənzimlənən, həm də hər bir xalqın maddi ehtiyaclarla yanaşı ən böyük mənəvi ehtiyacı olan sahələrdən biridir. Mədəniyyət dedikdə, mədəniyyətin geniş bir məfhum olduğu hamıya məlumdur. Bunun içərisində istər tarixi abidələrimiz, yəni ümumilikdə mədəni irsimiz, istər muzey, kitabxana, kino, teatr, klub, incəsənət yönümlü, digər sahələr hər biri mədəniyyətin müxtəlif sahələri kimi ümumilikdə mədəniyyəti əmələ gətirir. Mədəniyyəti isə Azərbaycan xalqı əsrlər boyu öz maddi və mənəvi dəyərlərini toplamaqla bu günümüzə gətirib çıxarmışdır. Qeyd etdiyiniz kimi Azərbaycan Respublikasının Konstitusiyasında mədəniyyətlə bağlı, Azərbaycan xalqının mədəni həyatda iştirakının təmin olunması ilə bağlı, hər bir kəsin mədəni həyatda iştirakının təmin olunması, mədəniyyət təsisatlarından, mədəniyyət müəssisələrindən istifadə etməsi ilə bağlı, eyni zamanda öz azad yaradıcılığına məşğul olması ilə bağlı müəyyən maddələr nəzərdə tutulmuşdur. Yəni, hər bir Azərbaycan vətəndaşı, hər bir vətəndaş mədəni həyatda iştirak etmək hüququna malikdir. Hər bir vətəndaş öz yaradıcılığını fərdi şəkildə sərgiləmə hüququna malikdir. İnsan cəmiyyətdə maddi ehtiyaclarla yanaşı mənəvi ehtiyaclarını ödəmək, eyni zamanda öz estetik zövqünü formalaşdırmaq, öz mədəni yaradıcılığı nümayiş etdirmək kimi ifadələrlə də cəmiyyətdə özünü ifadə edir. Belə ki, bugün hər bir kəs mədəniyyət müəssisələrindən, mədəniyyət təsisatlarından, mədəni iş nümunələrindən istifadə etmək hüququna malikdir. Hər birimiz istənilən bir kitabxanaya informasiya toplamaq üçün, muzeyə, mədəniyyətimizin müxtəlif sahələrinə vahid bir məkanda tanış olmaq üçün, kino teatrlara yenə öz mədəni ehtiyacımızı ödəmək, estetik zövqümüzü formalaşdırmaq üçün və digər mədəniyyət müəssisələrinə bu kimi səbəblərdən gedə bilərik, gedirik, istifadə edirik. Mədəniyyət elə bir sahədir ki, o istifadə etdikcə çoxalır, artır və ölkə sərhədlərindən kənara çıxır. Lakin mədəniyyətin elə sahələri var ki, onu yalnız bir devizlə istifadə etmək lazımdır. İstifadə et, ancaq qoruyaraq istifadə et. Bu da məhz mədəni irs olaraq mən deyərdim nəzərdə tutulur. Bugün biz hər birimiz abidələrimizə çıxış hüququna malikik. Belə desək, hər birimiz mədəni irsimizə, mədəniyyət abidələrimizə tanış olmaq, onları təbliğ etmək, eyni zamanda qorumaq hüququna da malikik. Hər bir Azərbaycan vətəndaşı vəzifəsindən və kimliyindən asılı olmayaraq istənilən tarixi abidəyə hər hansı bir xələl gətirmə təhlükəsi ilə üzləşdikdə onu qorumağı özünə bir vətəndaş kimi ilk növbədə və sonra da bir şəxs kimi hüquq olaraq götürə bilir. Bununla bağlı biz dəfələrlə Mədəniyyət Nazirliyinə olan müraciətləri qeyd edə bilərik. Bu və ya digər səbəbdən hər hansı bir abidəyə təhlükə yaratdığını düşünən hər hansı bir vətəndaş müraciət edir. Biz onlara izah edirik.
ki, onda hər bir abidə qorunur. Qanunvericilə müəyyən olmuş qaydada qorunur. Lakin həm də onlara təşəkkür edirik. Yəni bilinçli bir vətəndaş kimi bunu nəzərə aldığına görə, qeydinə qaldığına görə, narahatçılıq keçirdiyinə və bunu rəsmi quruma bildirdiyinə görə həmin vətəndaşlara eyni zamanda da təşəkkür edirik. Bununla yanaşı mədəni irsimizin qorunması həm də onun düzgün təbliğ olunmasından da asılıdır. Belə deyim, biz hər hansı bir abidəni və yaxud hər hansı bir mədəni irs nümunəsini təbliğ ediriksə, onu düzgün təqdim etməyi də, düzgün onun haqqında məlumatlar verməyi də bacarmalıyıq. Bugün hər hansı bir sosial şəbəkələrdə müxtəlif məlumatlar yayılır. Ancaq məlumatların düzgünlüyünü, dəqiqliyini öyrənmədən onları yaymaq, çoxaltmaq və yaxud da hər hansı bir mədəni irs nümunəsi ilə bağlı rəsmi mənbə olmadan məlumat yaymaq da mədəniyyətimizin, belə deyim, düzgün qorunmamasına, düzgün təbliğ olunmamasına gətirib çıxarır. Bəli, düzgün qeyd etdiniz. Bugün hər bir vətəndaşın vətəndaşlıq borcudur ki, tarix və mədəniyyət abidələrini qorusun, mədəniyyətimizi təbliğ etsin. Çünki tarixin yaddaşında o xalq əbədiyyət qazanır ki, böyük mədəniyyətə malik olsun. Böyük mədəniyyəti isə böyük xalqlar, böyük millətlər yaradır. Azərbaycan xalqı da tarixdə özünün yaratdığı mədəni abidələrlə həqiqətən də öz böyüklüyünü həmişə sübut etmişdir, göstərmişdir. Bugün də bu sahədə mədəni abidələrin qorunması, mədəniyyətimizin inkişafı ilə bağlı məlumdur ki, hüquqi baza formalaşmış, möhkəmlənmiş və təsadüfi deyildir ki, mədəniyyət sahəsində bir sıra qanunlar qəbul olunmuşdur. Mədəniyyət haqqında qanunda Qumral xanım, mədəniyyət sahəsində fəaliyyət və onun subyektləri ilə bağlı maddələr də, müddialar da təsbit olunmuşdur. Gəlin biz sizinlə birlikdə bu sahəyə toxunaq. Mən ümumiyyətlə mədəni irsimizin qorunması ilə bağlı danışarkən ilk növbədə ümumi liderimiz Heydər Əliyevi adını çəkmək istərdim. Buyurun. Digər sahələrdə olduğu kimi mədəniyyət sahəsinin inkişafında da misilsiz xidmətləri olmuşdur. Ümumi liderimizlə qeyd etdiyi kimi xalqın ən yüksək dəyərləri içərisində mədəniyyət birinci yerdə durur. Təbii ki, mədəniyyət dili, irqi, fərqli ölkələr arasında zövqü, estetik fərqi olmadan hər bir şəxs üçün eynidir. Biz istər bizim ölkədə, istər bizim getdiyimiz digər ölkələrdə olan mədəniyyət nümunələrinə heyranlıqla baxırıqsa, onu sübut edir ki, mədəniyyət birbaşa müxtəlif xalqların hamısının eyni bir gözlə, eyni bir ürəklə, eyni bir dillə baxa bildiyi maddi mədəniyyət nümunələrinin toplandığı bir sahədir. Mədəniyyət sahəsinin əsas fəaliyyəti qeyd etdiyim kimi mədəni irsin yaradılması, mədəni irsin qorunması, mədəni irsin yaxşı qorunaraq gələcək nəsillərə ötürülməsi, orijinallığının qorunmasının təmin edilməsi, yetərincə təbliğ olunması və öyrənilməsidir. Bu mədəni irsin əsas fəaliyyət istiqamətləri də qeyd etdiyim kimi mədəniyyət müəssisələrində toplanmış maddi mədəniyyət nümunələrimizdən istifadədir. Bugün bizim əvvəl də qeyd etdim, mədəniyyət müəssisələrindən müxtəlif yaş kateqoriyalarından, müxtəlif təbəqələrdən olan hər kəs istifadə edə bilirsə, bu mədəni fəaliyyətin istiqamətlərindən biridir. Mədəniyyət sahəsinin əsas subyekti isə ilk növbədə dövlətdir. Ondan sonra yerli özünü idarə etmə orqanlarını, mədəniyyət müəssisələrini, mədəni təşkilatları, mədəni işlə məşğul olan, mədəniyyətlə məşğul olan istənilən kəsi və vətəndaşları qeyd etmək olar ki, bunlar birbaşa subyekt rolunu oynayır. Bütün dövlətimiz mədəni irsin qorunmasında, təbliğində, inkişafında, müəyyən dərəcədə tarix memarlıq abidələrimizin bərpa olunmasında, onların üzərində arxeoloji qazıntılar aparılmasına birbaşa nəzarət edir. Bugün mədəni irsimizin bərpa olunması əsas prioritet sahələrdən biridir. Bildiyiniz kimi, Naxçıvan Respublikasının sosial-iqtisadi inkişafına dair dövlət proqramında da bununla bağlı bəndlər qeyd olunmuşdur. Bugün mədəni irsimiz sadəcə qorunmur. O, həm də öz orijinallığını qorumaqla ömrü uzadılaraq gələcək nəsillərə ötürülür. Bunun özü də mədəni irsimizə verilmiş ən böyük töhfələrdən biridir. Çünki mədəni irsimiz bəzən sadəcə kitablarda qala bilir, köhnə qeydlərdə qala bilir. Bəzi maddi mədəniyyət nümunələri keçmiş dövrümüzdən bu günümüzə gəlib çatmır. Lakin əlimizdə elə abidələrimiz var ki, onların bu günə gəlib çatmağı bizim üçün böyük bir qürur hiss edir. Mən memar əcəmini xatırlatmaq istərdim. Hamıya məlumdur ki, 900 illiyinin qeyd olunması ilə bağlı Azərbaycan Respublikası Prezidenti tərəfindən sərəncam imzalanmış. Eyni zamanda onun Naxçıvan Muxtar Respublikasında, Naxçıvan şəhərində
heykəlin qoyulması ilə bağlı da müvafiq sərəncam olmuşdur. Bununla bağlı işlər aparılır. Bunun özü mədəni irsimizə göstərilmiş böyük diqqət və qayğının ən bariz nümunələrindən biridir. Bugün Möminə xatın türbəsi təkcə Naxçıvanın simvolu deyil, həm də bizim mədəniyyətimizin qədimliyindən və qədimliklə yanaşı, gözəlliyindən, möhtəşəmliyindən Azərbaycan xalqının bir üzvü olan, bir nümayəndəsi olan Memar Əcəminin öz dünya görüşünü, estetik zövqünü bu günə qədər gətirib çıxaran Möminə xatın türbəsini bizlərə, bizdən sonraki nəsillərə töhfə verməsi ilə böyük bir addımdır. Bəli, biz tarix və mədəniyyət abidələrimiz, bu sahədəki vəzifələrimizlə bağlı söhbətimizi sizlərə çatdırdıq. Bəli, Qumral xanım da qeyd etdi. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə həm böyük memar Əcəmi Əbubəkiroğlu Naxçıvaninin yubileyi qeyd olunur, həm də bu yaxınlarda onun abidəsinin açılışı olacaqdır. Bu isə onu deməyə əsas verir ki, Azərbaycan dövlət tərəfindən hər zaman mədəniyyətə, mədəniyyət abidələrinə xüsusi diqqət göstərilir. Lakin bütün bunlara baxmayaraq, dünyada baş verən müharibələr, silahlı münaqişələr insan həyatına, insan sağlamlığına qarşı yönəlsə də çox təəssüf ki, bundan abidələrimiz, bundan mədəni, milli sərvətlərimiz də zərər çəkir və biz belə bir hadisəni, belə bir ağrını yaşamışıq. 30 ildə mənfur qonşularımız tərəfindən işğal altında olan bölgələrimizdə tarixi abidələrimiz məhv oldu. O cümlədən Qərbi Azərbaycan ərazisindəki bütün Azərbaycan türk müsəlman abidələri vandalizmə məruz qaldı. Cələ xanım, məlumdur ki, bununla bağlı, yəni silahlı münaqişələr zamanı mədəni sərvətlərin qorunması ilə bağlı beynəlxalq konvensiyalar qəbul olunmuşdur. O cümlədən biz Haqa konvensiyasını qeyd edə bilərik. Beynəlxalq sənədlər ümumiyyətlə mədəni sərvətlərin qorunmasında hansı rola malikdir? Qeyd etmək lazımdır ki, bəs 2-ci Dünya müharibəsindən sonra artıq dövlətlər mədəni irsin qorunması ilə bağlı beynəlxalq müqavilələr bağlanmağa başladılar. Bu müqavilələr həm ölkələr arasında, həm təşkilatlarla ölkələr arasında bağlanmağa başladı. Xüsusilə mədəni irsin qorunması ilə bağlı ən öndə gələn müqavilələrdən biri məhz 14 may 1954-cü ildə Niderlandın Haqa şəhərində qəbul olunmuş Haqa konvensiyasıdır. Bu konvensiyanın biz prinsiplərinə, ümumiyyətlə konvensiyanın özünə nəzər yetirdikdə konkret olaraq göstərir ki, ümumdünya irsinin, ümumdünya mədəni irsinin qorunması ilə bağlı beynəlxalq bir sənəddir, yəni beynəlxalq bir paktdır. Bu sənədin qəbul olunma məqsədinə nəzər yetirdikdə görə bilirik ki, hər bir xalqın öz kimliyini göstərən, onun məhz tarixindən gələn mədəni irsi, onun keçmişdən gələn abidələri və keçmişi, tarixidir. Bu, xalqın kimliyini özündə göstərir. Və qeyd etmək lazımdır ki, xalqın kimliyi, xalqın tarixində olan həmin o mədəni irs, ümumdünya irsi artıq tək xalqın yox, bütün bəşəriyyətin irsi olaraq qəbul olunur. Və bu da 1954-cü ildə qəbul olunmuş Haqa konvensiyasında konkret olaraq öz əksini tapmışdır. Qeyd etmək lazımdır ki, konvensiyanın bir neçə prinsipi vardır və oradakı prinsiplərin içərisində ən önəmli prinsiplərdən biri konkret olaraq göstərilmişdir ki, fərq qoyulmama prinsipi. Fərq qoyulmama prinsipi nədir? Xüsusilə biz yaxın tarixə nəzər yetirdikdə, xüsusilə müsəlman ölkələrində baş verən ixtişaşlar, ondan sonra həmin ölkələrdə gedən müharibələr nəticəsində ölkələrin dağılması ilə bərabər eyni zamanda oradakı mədəni irsin də ləğv olunduğunu görə bilirik. Biz tarixi, belə deyək, keçmişə çox qədim dünya tarixinə nəzər yetirdikdə görə bilirik ki, məhz İraq, Suriyə və o istiqamətdə olan ərazilər məhz dünya tarixinin əsas özül hissəsini nəzərdə tutur. Və bugünkü gün biz ora baxdıqda orada bir çox mədəni irsin ləğv olunduğunu görə bilirik. Eyni zamanda dünya tarixi ilə birlikdə biz öz tariximizə nəzər yetirdikdə çox yaxın bir zamanda mənfur qonşularımız tərəfindən məhz öz tarixi
mədəniyyətimizin necə məhv olunduğunu, xüsusilə 2020-ci ildə aparılan Vətən müharibəsindən sonra məhz işğaldan azad olunmuş torpaqlarda xüsusilə də məscidlərə qarşı olan o vandalizmi görə bilirik. Məhz Haqa Konvensiyasında konkret olaraq göstərilmişdir ki, ayrı seçkiliyə yol verilməsin. Yəni bu kilisədir, bu məsciddir və ya ola bilər ki, Hinduizmin dininə aid olan bir tarixi abidədir. Bunların hamısına eyni yanaşılmadır. Hərçənd biz görə bilirik ki, bizim qonşularımız bizim məscidlərimizə heç hörmətlə yanaşmamışdılar. Orada dağıdılma prosesləri getmişdi. Belə deyək, burada artıq Ermənistan Respublikasının özünün də məhz Haqa Konvensiyasına hörmətlə yanaşmadığını, tək bu konvensiyanın deyil, bir çox konvensiyanın onlar tərəfindən pozulduğunu xüsusilə qeyd etmək lazımdır. Yəni bir baxıma bugünkü gün ola bilər ki, hər hansı bir işğalçı dövlət digər dövlətlə müharibə aparar, o dövləti işğal eləyə bilər. Amma mədəni irsə biz dediyimiz kimi bu bəşəriyyətin ümumi irsidir. Buna qarşı hörmətlə yanaşılmalıdır. Xüsusilə UNESCO-nun özünün konkret olaraq qoruduğu bəzi mədəni obyektlər vardır ki, onları Mavi Qalxan adı ilə qoruyurlar və onlar üçün xüsusi nişan və obyektlər müəyyən olunur ki, buradakı həmin o obyektlərə, həmin o tarixi abidələrə toxunulmasın. Bəzən elə olur bilir ki, müharibələrin zəminində həmin tarixi abidələr zərər görə bilir. Amma bu da öz növbəsində qarşı tərəf bilərək, qəsdən və ya belə deyək, təqsirsiz olaraq törədildikdə konvensiyanın müddəaları pozulmur. Eyni zamanda müharibə şəraitində deyil, sülh dövründə də konvensiya bəzi dövlətlərin üzərinə konkret öhdəliklər qoyur ki, siz əgər ümumdünya irsinə daxil olmuş abidəniz varsa, onun qorunması üçün müəyyən fəaliyyətlər həyata keçirtməlisiniz. Yəni bunu tək artıq müharibə dövründə tələb etmək yox, öz növbəsində sülh dövründə də onun üçün müqavimət binaları inşa edilməlidir və onlar qorunması üçün müəyyən fəaliyyətlər həyata keçirilməlidir. Biz prinsiplərə nəzər yetirdikdə öz növbəsində ümumdünya xalqlarının nəzərdə tutulmuş obyektlərin və ya binaların, ola bilər ki, tarixi abidələrin qorunması ilə bağlı həm daxili, həm də beynəlxalq öhdəliklərin müəyyən edilməsi, öz növbəsində isə bu öhdəliklərin yerinə yetirilməməsi nəticəsində həm daxili qanunvericilikdə, həm də beynəlxalq olaraq cəza tədbirlərinin görülməsi də nəzərdə tutulmuşdur. Biz bugünkü gün İnzibati Xətalar Məcəlləsinə, Cinayət Məcəlləsinə nəzər yetirdikdə tarixi abidələrin qorunması ilə bağlı maddələrə də rast gələ bilirik. Eyni zamanda qeyd etmək lazımdır ki, bu bütün dünya dövlətlərinin, xüsusilə də biz bugünkü gün tarixə nəzər yetirdikdə müstəmləkəçi dövlətlər tərəfindən işğal olunmuş dövlətlərin tarixlərinin digər dövlətlərin muzeylərində sərgilənməsinə nəzər yetirə bilirik ki, bu da öz növbəsində göstərir ki, həmin tarixi abidələr talanır, oğurlanır. Bu da Haqa Konvensiyası da birbaşa qadağan olunmuş cinayət əməllərindən biridir. Bəli, biz beynəlxalq konvensiyada təsbit olunmuş müddiaları sizlərlə bölüşməyə çalışdıq. Ancaq yenə deyirəm, çox təəssüf ki, biz 30 il Qarabağda məhz qonşularımız ermənilər tərəfindən törədilən vəhşiliklərin, vandalizmlərin şahidi olduq. Çünki tarix təkcə mədəni və tarixi abidələrdən ibarət deyil. Tarix bir millətin və bütövlükdə bəşəriyyətin mədəniyyətidir, mədəni irsidir. Qumral xanım, mədəni sərvətlərdən istifadənin tənzimlənməsi ilə bağlı qanunvericilik qarşımıza hansı tələbləri qoymuşdur? Qeyd olunduğu kimi, ümumiyyətlə Azərbaycan Respublikası ərazisində mədəniyyətlə bağlı münasibətlər mədəniyyət haqqında Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir. Eyni zamanda tarix mədəniyyət abidələrinin qorunması haqqında Azərbaycan Respublikasının qanunu da müəyyən tələblər qoyur ki, bunlar içərisində tarix memarlıq abidələrinin istifadə qaydaları da öz əksini tapır və digər aktlar da vardır ki, müvafiq tənzimləyici aktlar qanunverici ilə tənzimlənmiş digər hüquqi sənədlər vardır ki, bunların da müəyyən hissəsində arxeoloji qazıntıların aparılması ilə bağlı, vəkalətnamələrin verilməsi ilə bağlı, mədəni irsimizin ölkədən idxal, ixrac, tranzit yolu ilə keçirilməsi ilə bağlı müxtəlif sənədlər, rəsmi sənədlər vardır ki, bunlar içərisində Jale xanımın da qeyd etdiyi kimi müəyyən tələblərin pozulması ilə bağlı istər Cinayət Məcəlləsində, istər İnzibati Xətalar Məcəlləsində müəyyən qanuna zidd hərəkətlərə qarşı maddələr nəzərdə tutulmuşdur.
Bunlar içərisində ən çox rast gəlinən tarix memarlıq abidələrindən istifadə zamanı qanunvericiliyin qoyduğu tələblərin pozulması, həmin abidələrin orijinallığının pozulması, onların ilkin variantına zərər vurulması, onlardan istifadə zamanı müəyyən onların üzərində qanunsuz işlərin aparılmasıdır ki, bunların da hər biri qanunla qadağandır və qanunvericiliyin müəyyən etdiyi formada cəza tədbirləri ilə yekunlaşır. Bugünkü gün hər hansı bir abidədən istifadə etmək, hər hansı bir abidəni ziyarət etmək, onu qorumaq və yaxud da onu təbliğ etmək hər bir Azərbaycan vətəndaşının həm öhdəliyidir, həm də onun hüquqlarından biridir. Ancaq istifadə edərkən və yaxud da həmin abidəni icarəyə götürərkən müəyyən qanunvericiliyin verdiyi, qoyduğu tələbləri yerinə yetirmək lazımdır. Hər hansı bir abidə icarəyə götürülürsə, onunla birinci növbədə, ilkin növbədə Mədəniyyət Nazirliyi tərəfindən mühafizə müqaviləsi imzalanır ki, bu mühafizə müqaviləsi də həmin abidənin mühafizəsi ilə bağlı artıq bir qalxandır, onu qoruyur. Bugün abidə icarəyə verildiyi şəkildə istifadə olunmalıdır, onun tamlığına, orijinallığına, bütünlüyünə xələl gətirmədən, hər hansı bir üzərində fərqli bir quraşdırma, konstruksiya işi aparılmadan, onun görünüşünü pozmadan ondan istifadə etmə qaydaları vardır. Bu, həmin abidəni müxtəlif məqsədlərlə istifadə etməyi istisna etmir. Sadəcə onun tamlığını qorumaqla istifadə etməyə icazə verir. Bundan əlavə biz hər hansı bir abidəni ziyarət edərkən də orada qeyd olunan tələblərə əməl etməliyik. Hər hansı bir abidənin üzərində yazma, onun üzərində qaralama, hər hansı bir qeyd aparma və yaxud da hətta bəzi mədəni irs nümunələri var ki, ondan şəkil çəkdirmək belə qanunvericiliyi ilə qadağan olunubsa, biz bunlara hər bir Azərbaycan vətəndaşı olaraq əməl etməliyik və eyni zamanda ölkəmizdə olan digər vətəndaşlar və yaxud da vətəndaşlığı olmayan şəxslər də həmin qanunlara riayət etməlidirlər. Bugün biz muzeylərimizdə qorunan mədəni irsimizə, Azərbaycan Respublikasının mədəni irsinə daxil olan maddi mədəniyyət nümunələrini hər birimiz tanımalıyıq, öyrənməliyik və mədəniyyətimizi, mədəni keçmişimizi onlar vasitəsilə birbaşa, vizual olaraq görməliyik. Lakin həmin eksponatlara və həmin eksponatların qorunduğu muzeylərə və yaxud da bizə müxtəlif informasiyaları ötürən kitabxanadakı çap məmulatlarına, çap əsərlərinə hörmətlə yanaşmalı, onlardan istifadə qaydalarına əməl etməyi bacarmalıyıq. Bugün hər hansı bir vətəndaş muzeyə daxil olduqda artıq muzeydəki əşyaların toxunulmaz olduğunu, onlara toxunmağın, üzərində əyləşərək hər hansı foto şəkil çəkdirməyin və yaxud da onları zərər verəcək digər bir hərəkətlərdən qaçınılmalı olduğunu bilməlidir. Bundan əlavə kitabxanalarda kitablarla rəftar etməyi biz xüsusən uşaqlara, balacalara, azyaşlılara öyrətməliyik. Onlar mədəni irsimizi öyrənərkən həm də onu sevərək, qorumağı, qoruyaraq öyrənməyi də özlərinə borc bilməlidirlər. Bu, mədəni irsimizin qorunmasında əsas rol oynayır. Eyni zamanda qeyd etdiyim kimi, informasiya təhlükəsizliyi baxımından da mədəni irsimizi təbliğ edərkən biz onun haqqında tam məlumata malik olmalıyıq. Biz həm bunu onu təbliğ etmək üçün öyrənməliyik, həm də hər hansı bir qarşımıza bəzən səhv informasiyalar çıxdıqda ona öz iradımızı bildirmək, düzgünlüyü qeyd etmək üçün mədəni irsimizi öyrənməli və onu düzgün təbliğ etməyi bacarmalıyıq. Mədəni irsi qorumaq onu sevməkdən başlayır. Mən belə düşünürəm. Yəni biz həm qoruyaraq, həm də sevərək mədəni irsimizi gələcək nəsillərə ötürə bilərik. Bəli, düzgün qeyd etdiniz. Bugün demək, Azərbaycan mədəniyyətinin, o cümlədən onun ayrılmaz tərkib hissəsi olan doğma Naxçıvanımızın mədəniyyətini dünyada tanıdan tarixi abidələrdən biri də məhz 900 il yaşı olan böyük Əcəminin yaratdığı Möminə xatın türbəsidir. Bu isə onu deməyə əsas verir ki, dünyada xalqlar ancaq onun mədəniyyətləri tanıdır və biz mədəni sərvətlərimizdən, tarixi abidələrimizdən səmərəli istifadə etməliyik. Bu, həm bizim mədəniyyətimizin göstəricisidir, həm də bizim tariximizdir. Çünki Böyük Səməd Vurğun qeyd edirdi ki, kim bilir neçədir dünyanın yaşı, tarixin nə qədər yazısı vardı. Hər saxsı parçası, hər məzar daşı nəsildən nəsilə bir yadigardır. Bəs tarix və mədəniyyət abidələrinin qorunması ilə bağlı bir Mədəniyyət Nazirliyinin əməkdaşı olaraq hansı çağırışı, hansı mesajı bizim tamaşaçılarımızla paylaşa bilərsiniz ki, və bu çağırışdan, bu mesajdan sonra hər bir şəxsdə, hər bir kənddə mədəni abidələrimizi daha dərindən təbliğ etmək, göz bəbəyi kimi qorumaq fikri
inkişaf etsin, formalaşsın. Çox təəssüf ki, biz bəzən rast gəlirik bizim istər tarix abidələrimiz olsun, din abidələrimiz olsun, insanlar bəzən laqeydlik göstərir, ad yazırlar, müəyyən işarələr qoyurlar. Bu isə həmin tarixi abidələrə birbaşa zərərdir. Bu barədə istərdim ki, Mədəniyyət Nazirliyinin əməkdaşı olaraq fikirlərinizi, tövsiyələrinizi tamaşaçılarımızla bölüşəsiniz. Mən düşünürəm ki, hər bir Azərbaycan vətəndaşı bizim dahi şairimiz, dramaturgumuz Hüseyn Zavidi sevir, sevməlidir. Düşünürəm ki, sevməyən yoxdur. Mən onun sözləri ilə başlamaq istəyərdim. Buyurun. Cavid özü qeyd edib ki, Turana qılıncdan daha kəskin ulu qüvvət, yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət. Yəni biz seviriksə xalqımızı, millətimizi, ölkəmizi, aldığımız təsir uyğun olmaya bilər. Hər birimiz müxtəlif fərqli kateqoriyalarda, sahələrdə çalışa bilərik. Ancaq mədəniyyət ümumidir, bütün xalqındır. Biz bişirdiyimiz yeməklə, danışığımızla, nitqimizlə, hətta davranışımızla, hər bir şeyimizlə müxtəlif ölkələrdə mədəniyyətimizi müxtəlif şəkildə təbliğ edə bilirik. Lakin qorumaq təbliğ etməkdən daha çətindir. Qeyd etdiyiniz kimi, bəzən bilərəkdən, bəzən bilməyərəkdən mədəni irsimizə müəyyən zərər verilir. Dəfələrlə qeyd olunmağına baxmayaraq, düşünülür ki, heç bir şey olmaz, bu daşdır. Ancaq ola bilir ki, müəyyən müddət keçdikcə insan amilinin də təsirindən, digər təsirlərlə yanaşı, həmin daş yaddaşımızda da müəyyən deformasiyalar yaranır, onun üzərindəki yazılar pozulur, müxtəlif zərər dəyir. Buna görə mədəniyyətimizi qorumaq üçün həm qanunvericiliyin tənzimlədiyi o qaydalara, həm də bizə mədəniyyət müəssisələrində deyilən, bunu etmək olmazsa, bu davranış qaydasını əməl etmək lazımdırsa, ona əməl etməklə biz mədəniyyətimizi qoruya bilərik. Bugün dövlətimiz tərəfindən kifayət qədər qayğı göstərilir. Bugün artıq Naxçıvanda Möminə Xatun türbəsində cənab prezidentimizin müvafiq sərəncamı ilə restavrasiya işləri aparılır, orada bərpa işləri aparılır. Möminə Xatunun 900 il daha bu şəkildə gələcək nəsillərə ötürülə bilməsi üçün müəyyən işlər görülür. Bununla yanaşı Azərbaycan ən qədim rayonlarından olan Ordubad rayonunda bugün hal-hazırda Ərbabın iş yeri kimi adlanan məşhur tarixi binada iş aparılır. Artıq orada müəyyən işlər gedib, dam örtüyünün yenilənməsi başa çatdırılır. Ordubadın mərkəzi sayılan Sərşəhər məscidində hal-hazırda bərpa işlərinin aparılması ilə bağlı layihə smeta sənədləri yekunlaşdırılıb. Eyni şey Ordubadda yerləşən Tək-eşik məscidi haqqında da demək olar və bayaq adını çəkdiyim dahi Hüseyn Zavidin məqbərəsində təmir bərpa işlərinin aparılması nəzərdə tutulub. Tarixi bina olan İsmail xan hamamında eyni şəkildə. Yəni bu gün artıq cari ildə, ötən illərdə və gələcək ildə müəyyən mədəni irsimizin, tarix memarlıq abidələrimizin qorunması və onların gələcək nəsillərə ötürülməsi üçün əsas amillərdən biri olan onlarda restavrasiya, bərpa işlərinin aparılması sürətlə davam etdirilir. Bundan hər biri dövlətimizin bizim mədəni abidələrimizə, mədəni irsimizə göstərdiyi qayğıdır. Yalnız bir tərəfli olaraq deyil, həm də vətəndaş olaraq hər birimiz mədəni irsimizi qorusaq, vətəni sevmək, mədəniyyətimizi tanımaqdan, sevməkdən, mədəni irsimizi qorumaqdan başlayır deyə bilərik. Bəli, tarix və mədəniyyət abidələrini qorumaq hər bir şəxsin həm konstitusiyon vəzifəsi, həm də vətəndaşlıq borcudur. Jalə xanım, sonda istərdim ki, tarix və mədəniyyət abidələrini korlama, məhv etmə, həmçinin xüsusi dəyəri olan tarixi əsərləri talama, bu Azərbaycan Respublikasının qanunvericiliyi ilə hansı məsuliyyətə səbəb olur? Bununla da biz verilişimizi yekunlaşdıraq və ümidvaram ki, hər bir xalqımızın nümayəndəsi, hər bir vətəndaş tarix və mədəniyyət abidələrini qorumaqda həm dövlətinə, həm millətinə, həm də bugünkü ildə ölkəmizdə elan olunmuş şəhərsalma və memarlıq ilinə öz töhfəsini verəcəkdir. Buyurun. Biz qeyd etməliyik ki, Azərbaycan Respublikası bir çox beynəlxalq müqavilələrə, bir çox paktlara qoşulub, xüsusilə ümumdünya bu mədəni irsimizin qorunması ilə bağlı.
Məhz elə Haqqa konvensiyasının özünə də Azərbaycan Respublikası yeşirilişlə daxil olub qoşulubdur. Ona uyğun olaraq da bizim daxili qanunvericiliyimizə həmin konvensiyada nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməməsi ilə bağlı cəza tədbirləri nəzərdə tutulmuşdur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 231-ci maddəsinə biz nəzər yetirdikdə orada mədəni irsin, abidələrin, kitabxanaların, muzeylərin, ümumiyyətlə mədəniyyət və tarixdən bizə qalan arxeoloji qazıntıların yerlərinin qorunması ilə bağlı maddə müəyyən olunmuşdur ki, bu da öz növbəsində həmin belə deyək, maddənin tələblərinin pozulması öz növbəsində cərimə cəzası ilə cəzalandırılmışdır. Biz həmin maddənin disposisiyasına nəzər yetirdikdə orada görə bilirik ki, daşınmaz əmlaklarda dövlət orqanının icazəsi olmadan müəyyən fəaliyyətlərin həyata keçirilməsi, orada yenidən qurma işlərinin belə deyək, günün tələblərinə cavab verməyən və yaratmaz bir şəkildə həyata keçirilməsi, müəyyən abidələrin yerinin dəyişdirilməsi öz növbəsində tarixə və mədəni irsə zərər vurur. Bu da öz növbəsində İnzibati Xətalar Məcəlləsi ilə məsuliyyət nəzərdə tutur. Biz digər Cinayət Məcəlləsinin 183-cü maddəsinə nəzər yetirdikdə görə bilirik ki, xüsusi əhəmiyyət daşıyan maddi irsin talanması. Xüsusi əhəmiyyət daşıyan mənəvi, yəni tarixi irs dedikdə xüsusilə arxeologiya əsasında qazanılmış müəyyən tarixi sənədlər, abidələr və ya digər belə deyək, daşınar əşyalar ola bilər ki, bunların ölkə xaricinə çıxarılması, ölkə daxilində oğurlanaraq, talanılaraq məhv olunması öz növbəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən məsuliyyət yaradır, məhkumluq yaradır. Belə deyək, daha ciddi artıq cəza tədbiri görülməsi nəzərdə tutulur. Eyni zamanda biz Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 246-cı maddəsinə nəzər yetirdikdə görə bilərik ki, tarixi mədəni irsə daxil olan müəyyən binaların, müəyyən əmlakın məhv edilməsi, qəsdən korlanması artıq Cinayət Məcəlləsi ilə məsuliyyət yaradır. Qeyd etmək lazımdır ki, bu maddi irsin ləğv edilməsi adi bir əmlakın qəsdən məhv edilməsindən fərqlidir. Bu artıq bizim öz tariximizə, öz kimliyimizə toxunan bir cinayətdir və bununla da biz öz tariximizi, belə deyək, öz keçmişimizi, öz kimliyimizi məhz cinayətkar şəxslərdən qoruyuruq. Bununla da qeyd etmək lazımdır ki, sanksiyasına da nəzər yetirdikdə elə lazımı qədər də sərt cəzaların nəzərdə tutulduğunu görə bilirik. Bəli, biz bugünkü verilişimizdə şəhərsalma və memarlıq ili çərçivəsində tarix və mədəniyyət abidələrinin qorunması öhdəliyi barədə sizləri maarifləndirməyə çalışdıq. Məlumdur ki, mülkiyyət növündən asılı olmayaraq tarixi abidələr, mədəniyyət abidələri hər bir şəxs tərəfindən mütləq və mütləq qorunmalıdır. Hörmətli tamaşaçılar, bizə ayrılan efir vaxtı yekunlaşmaq üzrədir. Mən maraqlı müsahibə üçün qonaqlarımıza öz minnətdarlığımı bildirirəm. Xatırlatmaq istərdim ki, studiyamızın bugünkü qonaqları Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşı Jalə İbrahimova və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşı Qumral Əsədova idi. Sağ olun, növbəti verilişdə görüşənədək hər birimiz xalqımızın milli, mənəvi dəyərlərinə hörmətlə yanaşmalı, vətəndaşı olduğumuz Azərbaycan Respublikasının qanunlarına əməl etməliyik və unutmamalıyıq ki, qanunların ən alisi qanuna hörmət qanunudur.